Heydər Parkının tam qarşısında kvadrat metrdən ibarət 4 otağa düzəlmə, əla təmirli mənzil təqdim edirəm sizlərə. Mənzilimizin qiyməti çox gözəldir. Yəni düşmə bir mənzil hesab olunur. 100 kvadrat metrdən ibarət belə bir gözəl mənzil. Təqdimata başladıq qonaq otağından. Bu hissədə belə bir qonaq otağımızdır. Burada pəncərələr var işıqlandırmaq üçün. Yəni hətta eyvana da çıxmağa buradan yer var, balkona çıxmağa. Bu hissədə daha bir yataq otağımız var. Belə bir şəkildə və yataq otağının daxilində sanuzel var. İşlədilmir hal-hazırda, yəni işlətmək, istifadə etmək mümkündür. Onu da qeyd edim ki, mənzilimiz 2 otaqdan 4 otağa düzəlib. Bu hissədə mənzilin əsas giriş qapısıdır. Giriş qapıdan daxil oluruq. Dəhlizimiz. Sağdan birinci otaq yataq otağı. Burada yerləşir mətbəximiz. Yəni keçək mətbəxə baxaq. Belə bir mətbəximiz var. Bura eyvan olub, qatılıb mətbəxə. Mənzilin istilik sistemi kombi sistemidir. Kombi radiatorlar hər biri quraşdırılıb. Bu hissədə gördüyümüz mətbəximizdir. Mətbəx mebeli ilə təchiz olunub. Rahatlıqla stol qoyulub oturur. Kubçalı mənzildir. Qeyd edim. Heydər Parkının tam qarşısında 18 mərtəbəli binanın 17-ci mərtəbəsində yerləşir. Burada ümumi sanuzelimizdir. Belə bir səliqəli şəkildə. Daha bir yataq otağımız burada var. Belə bir yataq otağı. Yəni kiçik büdcə ilə otaq sayı çox arzulayan müştərilər üçün əla bir təklifdir. Yararlana bilərsiniz. 100 kvadrat metr 4 otaq. Əla bir qiymətə də təklif olunur. Kubçalı mənzildir. Sonda sizə təqdim edəcəm mənzilimizin sonuncu. Yəni bu otağını, yataq otağıdır burada da yerləşir. Gəlin keçək yataq otağı ilə daha yaxından tanış olaq. Bu hissədə yerləşir sonuncu, 4-cü otağımız. Belə bir otaq var burada. Qeyd etdiyim kimi 2 otaqdan 4 otağa düzəlmə kubçalı belə bir mənzil təqdim etdim sizlərə. Hal-hazırda mülkiyyətçi mənzildə yaşayır. Ətraflı məlumat almaq üçün YouTube kanalımıza abunə ola bilərsiniz. Bizi Instagram və TikTokdan izləyə bilərsiniz. Satışda olan əmlaklarınız barədə bizə məlumat verə bilərsiniz. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.